Hər vaxtınız xeyir. ABŞ və İran arasında Qətərin paytaxtı Dohada vasitəçilər üzərindən keçirilən texniki danışıqlar başa çatıbdır. Tərəflər yekun siyasi razılaşma əldə etməsələr də vasitəçilər görüşləri müsbət qiymətləndirirlər. Qətər Xarici İşlər Nazirinin sözçüsünün açıqlamasına görə Qətər və Pakistan nümayəndələri ABŞ və İran heyətləri ilə ayrı-ayrılıqda görüşlər keçiriblər. Bildirilir ki, müzakirələr İsveçrədə keçirilmiş əvvəlki yüksək səviyyəli görüşlərin nəticələri üzərində qurulub və İslamabad anlaşma memorandumu çərçivəsində bir sıra məsələlər üzrə müsbət irəliləyiş əldə olunubdur. Məlumata görə Dohadakı danışıqlar əsasən texniki xarakter daşıyıbdır. Müzakirələrin əsas mövzuları Hörmüz boğazında gəmiçilik təhlükəsizliyi, dəniz nəqliyyatının fasiləsiz fəaliyyəti və İrana məxsus dondurulmuş maliyyə vəsaitlərinin taliyi olubdur. Mənbələrin bildirinə görə bu görüşlərdə İranın nüvə proqramı müzakirə edilməyibdir. Buna baxmayaraq, ABŞ prezidenti Donald Trump Vaşinqtonda jurnalistlərə açıqlamasında İranın nüvə proqramı ilə bağlı prosesin müsbət istiqamətdə davam etdiyini bildiribdir. Onun sözlərinə görə tərəflər arasında yaxşı görüşlər keçirilib və nüvəsizləşmə istiqamətində irəliləyiş var. Bu arada Amerika mediasının məlumatına görə ABŞ prezidentinin xüsusi nümayəndəsi Steve Witkoff və Jared Kushner Dohada regional liderlərlə də görüşlər keçiriblər. Amerikalı rəsmi bildirib ki, həmin görüşlər müsbət nəticə verib və İranla texniki səviyyədə danışıqların davam etdirilməsi barədə razılıq əldə olunubdur. Beləliklə, hazırki mərhələdə tərəflər yekun siyasi razılaşmadan daha çox əvvəlki memorandumun icrası və texniki məsələlərin həlli üzərində işləməyə davam edirlər. Növbəti danışıqların vaxtı isə İran tərəfinin elan etdiyi Ayətullah Əli Xameyni ilə bağlı matəm mərasimlərindən sonra keçirilməsi planlaşdırılır. Vaşinqtondan bu saata çatdıracağım məlumatlar bunlar idi.